Salamlar, sabahınız xeyir, necəsiz, halınız, şəkliniz, əhvalınız necə? Bu daim kimi idi keçdi oradan. Gəldik özümüzə, hostelimizə düşdük, aşağı çay aldıq. Qatarımızın getməsinə 36 dəqiqə falan var. Buradan orada təxminən 10 dəqiqə piyada yolum var. Ona görə kahvaltı edək. Kahvaltımız Rumıniya, Buxarest, ən sevdiyim şey. Çox dadlıdır. Bizim Burçak düşünə bilərsən, Burçak bunun yanında qələt edib. İtaliya vlogumda da var idi deyəsən, narcura almışdım. Önəmli olan şeyi deməyi unutmuşam isə. Çay mənə dedi ki 2.50 şeydir, o 1-mi deməyim yadına düşər. Amma mən ödəniş eləmədim axı. Ödəniş eləmədim, mənə verdi bunu. Sizcə ödəniş etməliyəmmidir, etməməliyəmmi? Olmaq ya da olmamaq işte bütün mesele bu. Bilirəm bunun cavabını təcili yazın aşağı gələcəm görək. Çay yenə təbii ki sallama ağ su verdilər. Bu gün mənim ad günümdür. Happy birthday to me, happy birthday to me, happy birthday, happy birthday, happy birthday to me. Aşağıda ad gün təbriklərini gözləyirəm, çox sağ olun. Çünki bu günlərim nereye getdi o? Mən haqq yolunda insan olduğum üçün getdim dedim ki, ödəniş eləmədim də mən. Mən dedi ki, şeydi bizə feedback ver Google-dan. Yetərlidir. Mən dedim okey lap yaxşı. 5 manat, 5 manat. Bir stəkan çay sağ olsun, var olsun, hörmətli olsun. Təşəkkürlər olar. Dostlar, mənim sizi salamlayıb salamlamadığım yadımdan çıxıb, ona görə demək istəyirəm ki, vloguma xoş gəlmisiniz. Səfalar gətirmisiniz, xoş gəlmisən. Ayquda, mayquda. Bu gün nəsə enerjim yerindədir gördüyünüz kimi. Hara gedirik? Hallstatt'a gedirik. Amma problemimiz nədir? Deməli, problemsiz günümüz olarmı? Olmaz təbii ki. Bu appdən mən bilet aldım. Bilet alanda 2-dən göstərirdi, fərqli saatlarda göstərirdi. 2 tip bilet var idi. Birində göstərirdi ki, nəsə repair nədir? Təmir var şeydə, dəmir yolunda və dəyişə bilər, nəm tez düşməlisən, sonra avtobusa minməlisən, nəsə haqqı ola bilərdi. Mən də ona görə tez bileti almışdım ki, saat 7-yə bilet almışdım. O birislər normalda 8-9 idi, belə daha yaxşı olardı da. Çünki Hallstatt balaca yerdir. Dedim, yox, tək problemsiz gedim. Nonsa yaxşıdır, bildiriş gəldi mənə ki, təmir prosesi var, ona görə təyyarə deyəcəkdim. Nədir, qatarda dəyişməlisən, eləməlisən, zəng vurub elədim. Dedi ki, bir stansiya tez düşürsən, sonra 170 nömrə avtobusa minirsən, qaydanda da yenə elə. Amma mənə çatmıyor, bilsiz nədir? Qaydanda misal üçün saat 8-də deyil, mən 6-da deyil biletim. İndi mən avtobusa neçədə minməliyəm, neçə dəqiqə yolum var ki, mən 6-da qatara çatım. Yoxsa 6-da mı avtobusa minməliyəm? Kafamın içində dəli sorular. Bu suallarıma cavab düzəməli tapmıram, çünki servislər yaxşı işləmir, ingilis dili bilmirlər. Alman dilində danışırlar, məni üzümə söndürürlər. Kolleşlər, alman dil bilməliyəm mən. Bilmirəm daha. Heç nə. Moralimizi bozmuruq, təcrübədə deyirik və gedirik. Gəlir məni yarı yolda qoyacaq könlümün efendisi. Bu niyə belə ahəstə gəlir görəsən? Nazar. Dostlar, deməli birinci qatarımızdan düşdük, o birisi qatar gedir şeyə, platformanı dəyişməliyik. 2-dən düşdük, 4-ə keçməliyik. 2 qatar arasında vaxtımızı deyirəm 9 dəqiqə. Ona görə biraz qaçaq. Amma 4-cü platformanı gördüm bura. Aşağı düşüb sola, sonra yuxarı çıxmalıyıq. Sakin ola bilərik, gəldik, yetişdik. Neçə dəqiqə var? Hələ qatarın gəlməsinə bir 6 dəqiqə var. Tez gəldik amma. Rahat imiş. Mən düşünmüşdüm ki, çətin olar zamanı görəndən sonra, amma rahat gəldik. Mən yarı yolda qoyacaq qatar barədə budur da, bilirsiniz. Təmir olur, hardasa düşməliyəm, bilmirəm. Təzədən 6 dəfə danışmışam operatorla. Bu alman dilində danışıram, başa düşmürəm. Qatarda yenə zəng vurub deyəcəm ki, stansiyanın adı nədir, mən düşməliyəm. Oradan düşüb şeyi başa düşmüşəm amma. Qatardan düşəndən sonra 170 nömrəli avtobusa minəcəm, pulsuzdur. Yəni bizim üçün pulsuzdur. Oradan gedəcəm, avtobusla gedəcəm Hallstatt'a. Normalda botla da qatar saxlayırdı, botla keçirdin o birisi tərəf. Amma indi yoxdur o bot məsələsi. Görək də necə olur, başımıza nə gəlir bilmirəm. Bu da bir anıdır, təcrübədir. Birazdan baxıb yada qalacaq şeylərdən biridir. Ona görə problem etmirik. Max nə ola bilər ki? Yolda qalacaq. Mindik dostlar, canlar mənim. Mindik gedirik. Və aydınlaşdırdım, bura yazılıb. Baxdım stansiyalara, bir dənə əvvəlki stansiyanı göstərir. Adını ki, orada düşməliyəm. Elə qızın dediyi kimidir. Operatora zəng vurmağa ehtiyac qalmadı. Oradan da düşüb 170 nömrəli avtobusa minək. Və 9:30-da çatır. Mən normalda 9:49 göstərirdi. Bu da o deməkdir ki, təxminən 20 dəqiqəlik yolumuz olacaq avtobusla. Dahiyəm ha, məntiqim yaxşı işləyir. Üstün belə, gedək görək nə gəlir başımıza. Bakın bakalım neredeyiz.
Avtobusa gəldik. Tezcə çatdıq. Buradan gələndə gəlirmiş. Orada bir nəfər də işçi qoyublar sağ olsunlar. Soruşdum ki, bu da dedi biletlə baxın, bax dedi, hə bu. Düşündüyümdən çox daha rahat. Kara görüldü dostlar. Möhtəşəmdir, möhtəşəm. Həqiqətən çox qəşəngdir. Özüm şey kimi seçdi, görüyorsunuz. Anlatmaya gerek yok. Orada gördüyünüz masa var ya, bu. Resmen deyir ki, gel burada otur, bax ətrafa. Oradan sizin də gözünüz orada olacaq, xəbəriniz olsun, gedirik. Ağlımda birsiz hansı mahnıdır bayaqdan. Ağlımda, həm ağzımda, həm beynimdə, hər yerimdə. Doğum günün kutlu olsun Muhammed, yeni yaşın kutlu olsun Muhammed. Heç qulaq da asmamışam, hardan ağlıma düşdü bilmirəm. Acımın bu gün olmasına əlaqəsi varmı? %100 var yəni. Bu nə sual idi verirsiniz? Dostlar, videomda şey görmək istəmirəm qətiyyən. Məhəmməd, bu hoodie, gördüyünüz qəhvəyi hoodie əyninə yapışıb bəsdir. Şəraitimizi görürsünüz də. 2 dənə şəkil çəkdirdim. Zibil qabının üstünə qoyub çantaya telefon söküb şəklimi çəkmişəm. Mən vallahi billahi tişörtlər gətirmişəm, şortik gətirmişəm. Şalvarım fərqlidir. O deyil, cins deyil. Amma hava soyuqdur. Hava şəraitinin belə günəşli olduğuna baxmayın. 10 dərəcədir. Donuram hal-hazırda. Amma bir bunda da görünüm dedim. Mənzərəmə bax nəyə. Ay Allah. Nasıl yani? Belə mən bu yerləncə deyirləmək istəyirəm, amma ki çox utandırdı məni, niyə çox balaca görünür. Utandırdı məni, niyə çox balaca görünür. Prost mən boyuma uyğun deyil deyə özümü... Burada çəkirmişəm ki, gəlin keçək də bir yerdə daha kəsim. Elə bildim dayandırdım, amma yox. Keçirik. Ay, sizə baxacam deyə yıxılacam bu saat. Gəlin belə də çəkeyim. Oh my god, very delicious. Mən bilirəm, deyişmir. Yelənsən dirəyi hündürlüyündəyəm elə mən buna nə tərminim? Nə tərminim? Bax, bu uşaqlar üçündür. Şanslılar. Gəlin sizə Hallstattla bağlı bir dənə məlumat verim. Deməli, burada yaşayan yerli əhali təxminən 750 nəfərdir. Gündə sizcə nə qədər turist gəlir bura? Bir dənə təxmin eləyin. Elədinizsə deyirəm, gün ərzində təxminən 10.000 turist gəlir. Təsəvvürlə 750 nəfər yaşayır və bir günə 10.000 turist görürlər. Azərbaycanda illik 10.000 turist gəlir. Yeni bir məlumat öyrəndik. Hallstattda duz məşhuruymuş. Allah. Dağıdım tökməsəm yaxşıdır. İndi buna yazıb 6.90. Balacasıdır, böyüyüdür 6.90. Civadılar, civa kimi yazıblar. Belələri də var imiş. Bu nədir, üstü makaronla bağlayıblar. Əsas mənzərə buradaymış. Bunları izləyirəm çünki tur kimidir deyəsən. Hər yerdə dayanır, məlumat verir. Onlarla bərabər gelirəm. Pulsuz tur tapmışıq da, niyə də yox? Çox böyük ehtimalla bunu alacağım 250 euro. Amma növlərini göstərim sizə. Bu ən sadə olanıdır. Niyə göstərdim özüm də bilmirəm. Nanəli. Bu toyuqlu ya da toyuq üçündür. Əmin deyiləm. Bu sarımsaqlı. Diqqətimi çəkən biri budur və ən çox diqqətimi çəkən biberli duz. Niyə diqqətimi çəkdi bilmirəm, amma var. Sonra burada da var. Salatdır. Canım sizə desin. Ha, belə bir məhsulumuz var. Ətdir. Qutardı. Salaq əməyi hamısı burada var imiş sırayla. Ben çok malım, yemin ediyorum ya. Buyurun, bu da binamız. Binamız ha özdə. Gəldik də işte bu məşhur olan. Bunlar kimdir görəsən düşdülər mənim videoma. Nə demişlər, insan şansını özü yaradar. Hallstattı günəşli görmək nadidə bir şeydir. Və hal-hazırda buradayıq. Gözlüyüm mənzərəmi də göstəreyim. Hanı qayıq var idi burada. Belə onu həm deyə burada tapdım.
Ölülərin mənzərəsinə baxın. Allah rəhmət eləsin. Yenə yuxarı çıxırıq, sadəcə səslərə qulaq asın. Bir də cüvənə baxın burada. Məsəl üçün çəkib özün qiymətlərini eləyib. Sonra bura bunu qoyub ki, pulu bura atarsınız və alın gedin, götürün gedin. Deməli dostlar, ümid edirəm mikrofonum işləyir. Gəldik bura, nə oldu? Restoranda deməli mən dedim ki, əgərləri mənə su verirsənsə, burada normalda su pulsuzdur da. Baxdım menüdə 1.80 yazılır. Mən sizə şərab sifariş verəcəm. Əgər yox pulsuz vermirsinizsə, kola istəyirəm sadəcə olaraq. Birinci dedi ki, yox pulsuz deyil, ödənişlidir. Sonra biraz danışdıq elədi. Deyəcəm, yaxşı, mən sənə pulsuz su gətirərəm, aynı istəyirsən, şərab istəyirsənsə gətir. Mən də dedim, bəli istəyirəm. Təşəkkür edərdik və sağollaşdım. Gəldi, şərabımız da gəldi. Suyumuz da gəldi, sağ olsun. Özü soyuq. Çok şükür yarabbim. Elə xoş, elə xoş. Gəldi yeməyimiz. Mən normalda balıq nifrət eləyirəm və heç vaxt yemirəm. Amma can yoxlayaq. Sağımda çitayların arası mənə yaman baxırlar. Yağdır. Ama beğendim. Ben balık hoşlanmıyorum. Şarabın soğuk değil benim. Ortalama. Deməli dostlar, yedik, içdik. Şiştik, şimdi gəzir. İndi gedək gəzək. Mən sizə suvenirimi göstərmişdim. İnəkli var idi. Aldım ondan. Almamışımsa bu da əlavə elədim. İndi gördünüz necədir. Bir dənə zəhmət olmasa aşağı yazında. Ay Məhəmməd, nə qəşəngdir. Ən qəşəngini seçib almısan. Planım var. Ad günümü qeyd eləmək üçün. Mənim tortum var idi axı gördüyünüz. Onun üçün plan qurmuşam. Onun üçün bir dənə araşdırmalar eləyirəm. Görüm hardan tapa bilərəm, necə edə bilərəm. Prosto indi başım biraz belədir. Onu eləmək üçün uyğun deyil. Biraz gözləyək, özümüzə gələk eləyəcəyik. Bu Avstriya səyahətimdə mənim 3-cü şəhərdir. Artıq bu Hallstatt gəlirəm və bura gələndə gəlməzdən əvvəl ən qorxduğum hissə Hallstatt idi ki, hava çox soyuq olacaq, yağışlı olacaq, çətin olacaq. İstidən bişirəm hal-hazırda. Bunların tuşuna baxın. İndi özlərini park eləyəcəklər. Eləyən yerləri ağrıdır. Oha, hara qədər getdilər? Qaz deyilmi bu? İndi qıcı-qıcı bir şey də danışmış olmuyorum, amma qaz deməm. Aha, baba, belə park edirlər. Dostlar, özümüzə gəldik, oturduq, dincəldik. Mənzərəmi göstərmədim. Sonsuz da hər yerdə eynidir. Amma özümü göz dəydirdim. Yağış başladı. Yağış başladı, yəni mənzərəm necədir? Mənzərəm belə. Göstərmirəm dedim, yaxşı göstərmədim. Gedək biraz da buraları çıxaq, sonra da planımızı həll eləyək, tapdım. Tam tapmadım, amma böyük bir hissəsini tapdım. Şəkillərim çıxdı, necə çıxdı? Azərbaycanlılar gördüm. Gördülər qalmışam belə, dedi çəkin, dedim hə. Yalaq var, yalaqdan suyu çək təbii ki. Gəlin bir yerdə çəkib dəfə. Saatımız şey olmasın. Zasıyordu. Yarabbi şükür, gördünüz, ümid eləyirəm gördünüz. Gəldik biraz da meydanda oturaq. Oha, arxam mənzərəsi möhtəşəmliyinə bax, bu kimdir? Amma mənim mənzərəm, sizin manzaranız və benim manzaram. Təmirdə olan bir dənə bina.
Dostlar, bu bizdə 20 manata satılan deyilmi? 6 manatdır. Deməli dostlar, alırıq bir dənə bundan. Bir dənə ağ şərab tapdıq, göstərim sizə də. Bundan. Bir də bundan. O birisi marketdən də dondurma. Dostlar, dediyim üçün məhsulları aldıq. Gedək oturaq. Açaq, açandan sonra aldıqlarımı göstərərəm. Nəhayətlər olsun, çatdıq. Gedək oturaq orada. Adamlar gedir, çox olacaq adam. Olsun da ne yapayım? Ne yapayım? Birincisi ümid eləyirəm ki, mikrofonum işləyir. İkincisi, bilsəniz ki, necə bir yerdəsiniz, dəhşət içində qalarsınız. Amma əsas mənəm. Deməli dostlar, yanır ışığı, hə yanır. Birincisi baxaq bu dondurmamıza. Məhsul 1. Məhsul 1 bizdə 20 manatdır, burada 6 manat. Məhsul 1 ona görə alınır. Yani Allah'ın gücüsü, nə bilsin nətər açılır. İnsanlar altından atılır. Belə dartmağa çalışmıyor. Bəzi gücülər elə eləyir. Bəzi gücülər. Sonra biz siz nə edirsiniz? Oh my god, what is that? Ana, belə bir şey elə bir. Lappıltıyla yumruğu koydum üstüne. Qəti görməmişdiniz, yaşlı dedim. Sonra nə olur? Hə, bunun özəlliyi altını çıxardırsınız. Bu nədir? Yapboz deyəm. Çıxır. Mən istəyəm çıxsın bu. Hə, çıxandan. Mənim ayağım görünür. Siz elə yerdəsiniz ki, mən görmürəm özümü. Sonra əliniz bulaşmadan yeyirsiniz. Önəmli bu sizə qutarda. Şirin mango yeyirəm. Siz həyatınızda turş mango yemişsiniz, bilmirəm, mən yeməmişəm. İndi elə göründüm, amma yeməmişəm. Dadlıdır, qəşəng var hocam. Belə hiss edirsən ki, kalitesi var da, kalite. Kimin kalite deyən? Kibariye. Anlam veremedim ben buna. Kibariyedir, kalite deyən. Bəyəndim, onay verdim. Alıb yeyə bilərsiniz, 20 manata qətiyyəm. Səy deyil, sizə 20 manat verməyim. 6 manata tapsız amma alın yeyin. Sizi dayandırım, yoxsa yerim qutarır. Bu hardan düşüb? Videoya düşürmüşük. Deməli, mən videoya baxdım, gəldim, geri gəldim dostlar. Birincisi, bu niyə buradadır? Mənzərəni bağlayır. Bu. İkincisi, mikrofonumuz işləmirmiş. Başımıza gələnlər ən qorxduğum şey. Ona görə yenidən başlayırıq. Bu videonun volümünü artırıb YouTube üçün paylaşaram. Bu video Instagram üçün çəkilmişdir. Dadını deyirəm, 20 manatı dəli deyilsiniz. Buna 20 manat verilməz. Özünüzə əl alın bir. İkincisi, kaliteli vanilli dondurmadır. Güclü mango aroması qatılıb, batılmayıb. Biz tərəfdə batılmır, qatırlar. Siz tərəfdə ola bilsin elədir. Nə etməli olduğunuzu deyirəm. Mangonu atırsınız soyduzuya, soyuq formada yeyirsiniz. Dalga mı geçiyorsun hocam benimle? Heç nə, gəlin cəldə olaq dostlar. Gəlin cəldə olaq. Niyə cəldə olduq ki? Hə, sabahdır. Sizin 2, mənim 4-cü günüm, Viyanan günündə sabah yerim qutarar birdən. Aldığımız məhsul marketdə gördüyünüz bundan neçə aldıq? Yox, bu çox deyil. Neçə aldım bilmirəm, mən daha çox hesaplamışdım, az oldu. Ana, 1.99 almışam bunu. Sizə göstərdiyim qiymət səhvdir. Buran qulaq asmayanlarınız varsa itirdiniz məlumatı. Bura gəlsə siz bahalı alasınız. Ne baş yaptım lan? Sonra 1.49. Su 2 eurodur, bu 1.49. Ağ şərab. Bir də nə? Aa, o neydi kız? Ay kız 2.99 deyir. 1.99'a budur. Budur. Bunu niye aldım bilmirəm. Gözümə xoş gəldi deyə aldım. Kremberi deyəsən bizim də zoğalcıdır o. Onlu bir şey. Tortum oradadır. Mən ad günümü qeyd edirəm. Bir də şərabla bağlı bir şey demək istəyirəm. İndi ana, Maysa xanım, mən bura gəlib alkaş olmamışam. Demək ki, uşağı göndərdik, getdi orada alkaş oldu. Günə mən bu qədər içmirəm mən normalda. Prosto indi ad günüdür deyə eləyirəm. Normalda günə bir dənəsi bəs eləyirəm. Yox.
Amma Avropada bəli, alkohol sudan ucuzdur. Bunu bilsəniz bəsdir. Çox içmirəm. Ad günümdür deyə. Tortumu sonra götürüm, sonra üfləyərik. Məncə yaxşı olur. Kimdir mənim mesaj yazan? Leyla. Hansı Leyladır bu? Allah bilir. Bir sürü Leyla tanıyıram mən. Şərabımızı açaq. Şərabdır bu. Wine da, hə. Hə, wine da, düzdür. Çünki üstüne elə yazılmayıb. Mən qız dedim birdən dolandırar məni. Qırmızı şərab forever. Neçənci dəfə də ağ alıram. Amma qırmızı qəşəngdir. Neçənci bu Bir haddinize konuşamıyorum işte siz hiçbir şey. ikinci dəfədir. Ana yadında bir dəfə Gürcüstanda yemişdim. Yakalanmışdıq ha az qala. Ay Allah, çok güzel. Mənzərə necədir dostlar? Mənim mənzərəm də yalan yox, çox qəşəngdir. Amma sizinki qədər deyil. Dağ görürəm mən, siz oh my god, very delicious şeylər görürsünüz. Şərabımız belə. Bunu niyə aldıq? Acıdığım yoxdur, prostu. Aldıq, yoxlayaq da, günümüzdür bu gün. Mənə kartıma pul göndərən şəxslər, sizləri sevirəm. Sizə bir dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə love. Sizə busi. Can say pussy. Pussy. Yeah. What? It's a kiss. It's a kiss in Austrian. Pussy. Busi Alman dilində kiss deməkdir. İngilis dili bilənlər bu ilə dedim, bu ilə demədim. Bəstirin. Bəstirin. Birinci dəfədir bu sendviçdən alıram. Sendviç deyəndə lə yadıma düşmüşdü. Bir dəfə Allahın qıcısı, bir dənə bizim Azərbaycanlı, bu bizə təzə gələndə, təzə çıxmışdı. Bizdə bravoya gətirmişlər. Bir dənə qıcı həqiqətən deyirəm tanımıram, internetdə görmüşdüm. Alıb bunu yeyib, belə bu formayı götürüb yeyib də. Sonra da yazıb ki, dadı qəşəng idi, amma yemək çətin idi, 4 qatdır. 4 qat altına yorum yazıblar, şükürlər olsun ki 4 qat deyil, 2 dənə də ayrı-ayrı yeməlisən. Ay Kezban, 4 qat nətər yemişsən bu boyda şeyi. Çox şey götürməliyəm oradan, gəlirəm, gözləyin, gözləyişin. Nətərsiniz? Gəlirəm, gözləyin. Ay da bunu tərpətdim, inşallah mikrofon işləyir. Oy. Ayaqçı yerdir, bu yenə buradadır. Bu niyə mənzərəmdədir ancaq? Arxanı bütün tuturmuş. Şeyinkin oxşamayıbdı ona görə. Nəydi onun adı? Nəydi onun adı? Mən şey düzəltmişdim, qara adamı. Yadımdan çıxdı. Hə, nə götürdük? Salfetka. Təmiz olun, mındarlıq eləməyin. Əlinizi yuyun yeməzdən əvvəl. Mındarsız başdan ayağa, mındar. Sizə demədim, izləyicilərim. Buna baxmayanlara dedim. Göndərə bilərsiniz buna baxmayanlara. Ya da ağlıma fikir gəldi. Kimin əlini yumadığını düşünürsünüzsə göndər. Bu nədir ayağım orada? Nətər otursam ayağım görünməz? Salfetkamız işdi. O da işin nazarı. Nazar. Mındar elədim bunu. Gözləyin görün. Bunu tam açılmaq lazımıymış. Mən bunu birini yiyəcəm deyə açmaq istəmirdim. Sizə görə yeyirəm. Yoxsa mənim acılığım qətiyyən yoxdur. Qətiyyən. Dərk götür deyim, mən bu saat telefonun yeri dolacaq oradan. Elə bilməyin ki, pul ödəmirəm ha. Dünyanın pulunu ödəyirəm hər ay. İntası, Gəncədən gələnəm intası şey eləyirlər. Apple nə gizli eləyir, mən də bilmirəm. iCloud-du deyir, nə? Əlinizi yuyun yeməzdən əvvəl. Buraları görmədiniz siz. Yumurta var, gözəl məhsulumuz, belə bunlarımız var. Sonra nə var? Kolbasa, pendir, göm-göyərti. Göm-göyərtiyə bir adam çox güləcək, ona görə göm-göyərti deyirəm, yoxsa göy-göyərti olduğunu bilirəm. Donuz əti superdir. Bilmirəm, donuzlu şeydir, elə şeylər araşdırını yeyə bilmirəm. Ona görə baxmıram bir şey. Olsa da yerəm, olmasa da. Sudur bu. Tələbələrim baxır mənə. Məktəb tələbələri sodadır, soda. Ala bilərsiniz siz də, sodadır. Baxın markasına.
Araşdırın internetdə bunu, bu markanı. Sodadır. Limonlu. Ay. Baxın, soda olmasa mənim üzüm belə olar. Şərabda, ha. Nə datlıymış. Gülnar çox pisdir, çox pis. Öy. Ola. Hər şey ürək istəyir. Görmür belə bil. Hər şey istəyir. Gülnar sən keç. Və bunlardan alın yeyin dostlar. Datlıyım. Əməli başlatmış. Mən birinci dəfə deyirəm. Şeydə görürdüm, almırdım amma niyəsə Buxarestdə. Təbii ki, bu qiymətli deyil. Buxarestdə bunun onda biri abartılır bu arada. Yarısı qiymətlədir hər şey. Bir də bununla keçdi. Gözünü yerdik. Nədir bu? 20% Weber şokoladı un, 8% Getrockneten un, Gesippten cranberries. 8% cranberry'dir, 80% yox, 20% şokolad. 80% şokolad olsa bu şokolad olar da yəni. Kimya, nə çoxdur içində. Nə qəşəng görünür. Görün bir dənə. Bunlar çox pis görünür. Elə bir qurtdur içi tökülüb. Bunlar get. Getdin mi? Artıq get deyirəm, baxma. Baxırıq oradan. Onlar mənə baxırlar. Ne yapayım, neye baxırsınız? Üzünü çevirir sonra da. Yani tam istədiyim kimi, sadəcə o yumuşaq deyil. Çişmiş də var içində, qara çişmiş. Qaradır, onun adı qırmızı. Mük. Bununla ıkkımın ama. Bununla bu ne alaka? Pendir ağacıydım. Unuttum. Nazar. Bundan bir tane yay. Çok yedim, çok yedim. Buxarest ne yapıyorum? Buxarest. Aa, video əyri düşür, ekran belədir. Nazar. Onu düzəldə bilmərəm. 7-ci dəqiqəyə giririk beləsiz. 7 dəqiqə baxa bilmirsinizsə yenə baxarsınız. Bu nədir deyə düşünə bilərsiniz. Bu deyil təbii ki. Şam garanti olsun deyə 2 dənə gətirmişdim amma ehtiyac yox. Biri bəs eləyir. Bilin bakalım nə yaddan çıxıb. Yandıran. Nədir markası? Markasını göstərirəm sizə. Sizə göstərməməliydim. Yaxınlaşdıraram mən burada. Gördüyünüz an alırsınız bunu. Donuzdu, monuzdu eşitmirəm. Öyle şeyləri oxumayın içindən. Avropada elə şeylərə baxmırlar. Editə qoya bilməyəcəm. O qədər edit skilllərim yoxdur mənim. Başlayaq, nə arzuluyaq? Bu arada mənim keçən ilki arzum. Keçən ilki ondan əvvəlki. Boğulmuşdum az qala. Hiss elədiniz yəqin ki. İllərdir mən eyni şeyi arzuluyurdum ki, xaricdə olum. Bu ayrı bir video konusudur, amma xaricə gəlin. Gəlin deyirəm sizə. Nə tutaq arzumuzu? Kalpası hazırladı fikrim yəni. Nə istəyim, gözləyin. Şükür Allah, hər şeyimiz də var. Allaha şükürlər olsun. Hə, tapdım, istəyək. Nazar yani. Odaki nazar, üstünün şeysi yoktu. O zaman ne inirsiniz? Happy birthday to me. Happy birthday to me.
Happy birthday, happy birthday, happy birthday to me. Bunun şamı hara getdi? Şamımız burada. Görün yandıranı var burada kiminsə. Bunlar siqaret çəkmir. Buxarestdə olsa tapmışdıq. Tortumuzdan da yeyək bir dənə. Sonra da ataq o yana. Doy. İsraf eləməyin. Bunlar qaldı etmə bu dəfə. Kimyasal. Belə bir kimyasal görməmişim. Buxarestdə də bu yavaşlar elə. Nə verəcəyim çayla içə. Çoxlu kimyasal da. Yəni bu niyə kimyasal içində bombada üzür? Heç dostlar, belə deyək də onda. Mən sodamı, limonlu sodamı içməyə davam edeyim. Allah bulur. Allah bilir iyul aydı bəlkə də siz bu videonu görürsünüz. Hər şey ola bilər. Ümid edirəm videomu bəyəndiniz. Bitirək burada. Hər ehtimal qarşı bitirək. Videomu bəyəndisə bəyənməyi, bəyənmədisə bəyənməyi, yorum yazmaq istədisə yazmağı, yazmaq istəmədisə də yazmağı, paylaşmağı, hər şeyi unutmayın da. Çox xahiş edirəm. Abunə olun da. Dost tanışa bir də abunə elətdirin də mənə. Çox sevinirəm. Hər gün artır. Vaxt var idi 0 abunəmiz vardı. İndi 75 nəfəriyik. 75 nəfərlik bir üzv var bu kanalda. 75. İnanabilirsinizmi? Sizləri sevirəm. Sizlər mənim canımsınız. Dost tanışa səslərini buradan heç kimə, heç nə almamışam. Bax, duz var idi. Duz ala bilərdim. Duz nə edirsiniz? 1 euroya bir dənə var idi duz. Ondan duz şey yoxdur. Təbii ki yoxdur. Heç 1 euro heç 5 eurodan başlayır. Allahın maqnetinə 10 manat verdim mən. 10 manata maqnet aldım. Ana, sən qulaq asma buralara. Heç nə, sağollaşaq da sağ olun. Özünüzə yaxşı baxın. Keyfiniz, əhvalınız yaxşı olsun. Hər zaman sizin görüm. Xoş günlər arzulayıram. Mənim ay gün təbrikimə qoşulun. Zəhmət olmasa ürək sözləriniz, hər şey yazın aşağıda. Hər şey, bir sürü yorum görmək istəyirəm. Sağ olasınız, var olasınız. Dostlar, ümid edirəm videoya çəkə bilirəm. Ani qərarla belə uçan bir şey minirəm. Gəlin minək. Siz yox, mən minirəm. Siz ara minirsiniz. Gələ bilmirsiniz. Vizanız yoxdur, gələ bilmirsiniz. Hoş bulduk, hoş bulduk. Düşdüm videoya. Düşmüşəm. Dostlar, videoya baxdım, civa kimi çəkmişəm. Yarım düşüb, yarım yox. Ona görə mənlə bərabər gedək. Ya Allah! Oh wow! Çox temadı. İndi sizə qarşını göstərim. Ya Allah, başlayaq. Ya Allah, otura bilmə. Ya oturduq. Bu dəfə yanam. Nasıl yani? Nasıl yani? Deməli dostlar, istəyirəm ki, bu dəfə də sonluğunu görəsiz, ona görə bir də minirəm. Ortada yox idim mən. Həm də 5 dəfə mindim, biraz təngi nəfəsi, amma bir də minəcəm. Hamısı sizin üçündür. Ya hoş gəlmisiniz, hoş gəlmisiniz. Var ya video. Deyir, hoş gəlmisiniz. Mən nə demişdim, bayaq demişdim, bu çox balacadır, mən bilmirəm elə. Neyniyim, uşaqlığım yadıma düşür də. Uşaqlığım yadıma düşür, ona görə minən yerlərim ağrımır. Bir də nə vaxt bu mənzərəyə qarşı mən yerlənəcəm? Allah. Yıxılıram biraz, sanki boyuma uyğun deyil deyə, amma da nazarı, işin nazarı. Belə də baxın. Normalde mənim gülüb əylənmə olmam lazım. Prost mənim boyuma uyğun deyil deyə özümü yıxılmamağa çalışıram. Böyle bir cümlə yoxdur Azərbaycan dilində. Mən 7 aydır Azərbaycan dilində danışmıram, ona görə də hamısı. Oy. Tamam, başım fırlandı şey. O yaşım keçibdə ya.
Başım fırlanır. Bir də nəyə minəcəydim? Hə, bir də bunu göstərmək istədiyim budur. Bu mənim uşaqlıq xəyalımdır. Bu kamazlar, belə kamazımın olması uşaqlıq xəyalım idi. Və alınmamışdı. Ona görə bunu indi eləyəcəm. Tam düşündüyüm kimidir torpaq. Ay, sizə göstərə bilmirəm. Belə necə deyirlərsə, o qabları doldurdun, bunların arxasında bunu sürdün, sonra ona doldurdun, yük daşımı elədin, buradan apardın, oralara yük daşımı, oradan doldurdun, təzədən buraca. Mən uşaq olanda bunu çox istəyirdim və eləyə bilməmişdim. Abartmayın, burada cirberiyəsi deyiləm, o qədər də yox. Amma bu sarıda gözüm qaldı. Hə, bir də bunu da yiyeyim. Yaşım keçib nədir bilmirəm. Bir şey başım fırlanacaq mən bunda fırlananda. Özümü burada yerlə itələdim, mindim üstünə də. Sonra bu tərəfdə düşmüşəm, burada sumka axtarırdım, ora qoymuşdum bayaq sumkanı. Sumka yox, çanta. Dairə, kruq yox, dairə. Buna bir də minək. Buna. Ta buradan gedirik ora. Mənzərəmiz də ora olur yəni. Ay, yaşıma uyğun yerləncək var imiş ki. Tabii ki, buna da tadına bakılır yani. Gəlin baxaq, buna da bir yerdə hər birimiz. Deyəsən bu da uşaq üçündür. O da işin nazarı. Oy, yıxıldıq. Bunda da belə yerlədə özümüz. Aha, kamera yarımı tuttum çox. Heç profesional olmayan hərəkətlər. Hər dəfə o dağ mənzərəsini görəsiniz ki, bir dəfə də buranı görün. Amma çox narahatım. Yumrular başımı ağrıtdı. İndi əlimi ağrıtdı. Yox, əlimi ağrıtmadı. Əlim çox sümüklüdür. Nə boş yapdım. Haydi sağ olun. Dostlar, qatarımızın vaxtı gəlir, getməliyik. Həqiqətən darıxacam, buradan ayrı çox qəşəng idi. Hələ bu son anda etdiyimiz atrakşınlar falan möhtəşəm. Bir də mənzərəyə bir daha baxaq. Görüyorsunuz, anlatmaya gerek yok. İnsanların sevincine bakın, onlardan biri də mənəm. Çünki bu gəlmir, gedir. 18.07-də, hə də 18.07-də mənim qatarımı göstərir ki, buradan çıxır. Bu iki stansiya sonraya gedir, elə 18.07-də gəldi. 05-də falan. Baila conmigo bajo la luna.